Bağışlayan və mehriban Allahın adı ilə. Salam, əziz və hörmətli tamaşaçılar. Haqqın nəbzi verilişi öz aktual mövzuları ilə yenə də sizin xidmətinizdədir. Bugünkü mövzumuz bizim izləyicilərimizin sualları əsasında tərtib olunmuşdur. Bu mövzularla bağlı suallarımızı cavablandırmaq üçün qonaqlarımızı salamlayır və sizə təqdim edirəm. Dinşünas, araşdırmacı Fərid Abdullah və Əhlibeyt şairi Rəşad Nur. İlk sual İstərdim, Fariz Ələkbərov adlı bir izləyicimizdən belə bir sual var ki, sosial şəbəkələrdə bir-birinə məhrəm olmayan iki gəncin yazışması düzgündürmü? Bismillahirrahmanirrahim. Təşəkkür edirəm ki, etimad göstərib dəvət eləmişsiniz. Studiya rəhbərliyinə də təşəkkür edir və yaxşı, uğurlu yaradıcılıqlar arzu edirəm. Suala gəldikdə isə ən qlobal məsələdir. Demək olar ki, ən çox verilən suallardandır. Böyük İslam alimlərinə də ünvanlanıb bu sual və dəfələrlə bu sual qarşısında cavablar veriblər. Sosial aləmdə danışıq aparılır. Bildiyimiz kimi hamı ünsiyyət qurur. Var ümumi şəkildə ünsiyyət qurmaq, var xüsusi yolla ünsiyyət qurmaq. İndi burada yaranır ki, bir-birinə yad, naməhrəm kəslərin bir-biri ilə ünsiyyət qurması mümkündürmü, mümkün deyilmi? Sözsüz ki, müəyyən bir qanun var ki, yəni düstur var ki, o düsturu hər bir şeydə bu ünsiyyət zamanı tətbiq eləmək olar. Əgərləri şəri qanunlardan kənar söhbətlər olmursa, bunun problemi yoxdur. Yəni, İslamın qayda qanunları, naməhrəm münasibətləri qorunub saxlanırsa, şəhvəti təhrik edici və yaxud da aşırı səmimi söhbətlər olmursa, bunun bir problemi yoxdur. Bir haşiyə çıxardım ki, adətən deyirlər ki, oğlanla qızın dostluğu. Bu babdan da danışırlar. Tövbə surəsi 71 və 72-ci ayələrdə bu barədə var. Lakin danışdıq sualdan çıxarıq ki, bəziləri o ayəni dəlil götürürlər ki, mömin kişilər və mömin qardaşlar bir-biri ilə dostdular və bu ayə ilə, məsəl üçün deyirlər ki, qadınla kişinin dostluğu mümkündür. Lakin bu ayələr təfsirə ehtiyaclıdır. Yəni, mən də toxunmadan qısaca deyirəm ki, heç vaxt qadınla və kişi arasında dostluq həmcinslər arasında olan dostluq kimi ola bilməz. Sözsüz ki, oğlanla oğlan arasında olan dostluq necə qızla oğlan arasında ola bilər? Bəlkə ola bilər həyat yoldaşları arasında. Ancaq sözsüz ki, yad adamlar arasında qalın bir sərhəd olmalıdır ki, normal münasibətləri izah eləmək, açıqlamaq, danışmağın bir problemi yoxdur. Amma indi əksər danışıqların 90%-də naməhrəm, yad bir anlayış çıxıb aradan və sanki oğlan oğlanlığın yaddan çıxarır, qız qızlığın yaddan çıxarır, İslam isə ümumiyyətlə yaddan çıxır. Nə gəldi danışırlar, deyirlər, gülürlər, aşırı zarafatlar eləyirlər, səmimilik eləyirlər və hətta bunun bəyənilən bir şey işin görürlər. Biri görürsən ki, nəticədə ya ailələr dağılır, ya kimlərsə adı pis çıxır və yaxud da. Ona görə müəyyən cəhəti qorumaqla danışmağın heç bir problemi yoxdur. Ancaq sərhəd aşılsa, bu artıq harama gəlib çıxa bilər. Təşəkkür edirik və növbəti sual Elza Əliyeva adlı tamaşaçımızdandır ki, ictimai fəaliyyəti olan bir hicablı xanım fəaliyyəti zamanı nələrə diqqət etməlidir? Təşəkkür edirik suala görə də. İctimai işlərlə məşğul olan xanım. Azərbaycanda indi həm də İslam dininin yaranmış intibah zamanında ki, Sovetlər dönəmindən sonra indi artıq hicablı xanımlar müəyyən ictimai işlərə də fəaliyyət göstərirlər. Onlarla paralel və yaxud da ki, bəzi hicabsız xanımlar da var ki, xeyir işlər görürlər. Yəni, mən bunu hicabsıza aid eləməzdim, yəni ümumi qadına aid edərdim ki, ictimai işdə fəaliyyət göstərirsə, o nələrə riayət eləməlidir. Mən bir tarixi faktı açıqlayım ki, daha doğrusu iki dənəni, xanım Zeynəb Salamullah Əleyhanı, bir də ki, xanım Zəhra Salamullah Əleyhanı misal gətirmək istərdim. Xanım Zeynəb Salamullah Əleyha özü ictimai fəaliyyətlə məşğul idi.
Ancaq elə idi ki, hətta deyirlər ki, belə bir rəvayət deyirlər ki, nəql edirlər ki, bir gün Həzrəti Əbəlfəzl Abbas bacısını biraz gec evə gətirir. Atası soruşanda ki, oğul niyə gec gəldin? Deyir ki, gözlədim hava qaralsın və dolayı məhəllə araları ilə gətirdim ki, yəni bacımın kimliyi, vücudu və yaxud da ki, bu cür qəbildə olan şeylər gözə çarpmasın. Yəni bu cür qeyrətlə, bu cür diqqətlə baxırdı. Ancaq həmin xanım Zeynəb salamullahi əleyha ki, həm də İslam aləmində jurnalistikanın da əsasını qoyur, Kərbəla səhnəsini canlandırır cəmaata. Baxırsan ki, cəmaat içərisində xütbə söyləyir, məsəl üçün o zamanın icra hakimlərinin yanında müəyyən sözləri çatdırır, cəmaatla danışır, müəyyən işləri görür. Ancaq öz həm dini, həm ictimai məsələlərini qoruyub saxlayır. Və yaxud da ki, xanım Zəhra salamullahi əleyhadan fədəki qəsb etdiyi zaman o oturub, məsəl üçün, xəlifə ilə və yaxud da müəyyən dövlət məmurları ilə danışanda öz qadınlığını qoruyub, məsəl üçün, müəyyən sərhəd arxasından danışırdı. Bir qadının kişilərin arasında girib nəysə ictimai bir iş görməsi yaxşı bir şey deyil. Sözsüz ki, bunu qadın öz qadınlığı ilə də bilir. Amma qadınlığını qoruyub saxlamaq şərti ilə ki, onun qadınlığına hörmətsizlik edilməsin, onun qadınlığı, məsəl üçün, hamı kişilər bir deyir ki, tapdaq altına düşməsin, şərəfi, izzəti qalsın, o ictimai işləri qoruya bilər. Sözsüz ki, hicablı xanımlar da, istər hicabsız xanımlar da məhrəm, naməhrəm söhbətlərinə riayət eləməlidirlər. Yəni, dində də bildiyimiz kimi ləmsi toxunma hərəkətləridir və yaxud da aşırı zarafatlardır. Nədir bu cür qəbildən çəkinməlidirlər. Bununla da heç bir qadının ictimai bir fəaliyyət göstərməsinin maneçiliyi yoxdur. Və növbəti sual Aydan Sadıqova adlı tamaşaçımızdandır ki, məhz bu yönümdə bir sualdır ki, Allah yolunda, İslami yolda ictimai fəaliyyəti olan bir xanım ailə həyatı qurduqdan sonra yoldaşı tərəfindən onun fəaliyyətinə qoyulan qadağalar zamanı o nə etməlidir? Əqd, nikah məsələsi özü bir danışıq kimi bir şeydir. Məsəl üçün, kişi öz şərtlərini deyir, qadın öz şərtlərini deyir və bunlar şərtlərini qəbul etdikdən sonra ailə həyatı qururlar. Ona görə bizim cəmiyyətdə bu nizam itib gedib. Adətən cəmaat 3 il, 5 il sevgili yaşayırlar, ondan sonra deyirlər, xasiyyətimiz tutmadı, ayrılırlar. Amma İslam bunu qəti qadağan edir. Belə şey, necə yəni 3 il, 4 il gəz, dolan, sevgili, biz hələ fikirləşirik, xasiyyətimizi tutar, tutmaz. Evlənir, sonra deyir ki, yox, mən razı deyirəm, boşanırlar. Xeyr, kişi də, qadın da öz şərtlərini deməlidir. Qadına heç kəs əlindən almır, ixtiyar da verilib ona. O ərə getməmişdən qabaq, ərinin qarşısına, məsəl üçün, şərtlərini qoyur, deyir ki, mən universitet oxumuşam, mən, məsəl üçün, 7 il, 8 il, 10 il təhsilə can qoymuşam və mən həkiməm, misal üçün. Və mən istəyirəm ki, bu sənətimi davam etdirim, xəstələri müalicə edeyim və Allah rızasına bir işlər görüm. Əgər bunu qəbul etsə, daha sonra hansısa bir maddə çıxardıb şəxsi qısqanclıqdan bunu eləyə bilməz. Çünki əvvəlcə şərtləşiblər axı. Ona görə də mən məsləhət bilərdim ki, əvvəlcədən şərtləşsinlər. Yəni, əstəğfirullah, mən məsləhət bilmirəm. Ümumiyyətlə, bunun adabı budur ki, hər kəsən, yəni İslam dini deyir ki, şərtlərimizi deyiz. Ancaq şərt deyilmədən və yaxud da ki, ailə qurublar birdən 3 ildən sonra qadın deyir ki, mən istəyirəm ki, bir iş qurum, düzəldim, ictimai işlərlə məşğul olum. Ər buna razı olmasa, qadının borcudur ki, ərin sözünə riayət eləsin və əri razı olmasa o işi tərk eləsin. Qadına icazə verilmir ki, indi hansı şərtlərdə qadına məsəl üçün müəyyən imtiyazlar var, onun işimiz yoxdur. Ancaq desə ki, yox, mən belə bir fikrə gəlmişəm və belə bir fikri icra edəcəm desin və ərin sözündən çıxsın. Hətta onun işi nə qədər İslam cəhətdən bəyənilən iş də olsa, yəni qəbula yetməz, çünki onun birinci surətdə əri ondan narazıdır. Bəs yaxşı, biraz haşiyədən kənara çıxaq ki, deyək, məsələn, bu yoldaş bu xanımı almamışdan qabaq
onu bilir, fəaliyyəti ilə razıdır və sonra evləndikdən sonra hansısa bir qısqanclıq hissindən ötəri, məsələn, körpələr evinə ziyarətlərə gedir bu xanım, onun ixtiyarı varmı ümumiyyətlə ona sərhəd qoymağa ki, getmə? Bəzi şeylərdə var ki, ərin çox qadağalar qoyması yaxşı şey deyil. Ancaq bəzi şeylərdə bu xüsusi danışıqlar üzrədir. Biz hətta bəzi hədislər var ki, müəyyən səbəblərə görə ər qadına icazə verməsə, qadın ona riayət eləməlidir. Amma sözsüz ki, hər bir şey əcəb eləyirəm, mən belə istəyirəmdən olmaz. İnsanın buna əsası bir dəlili olmalıdır. Hansı bir ailədə isə əcəb eləyirəm, mən deyən keçəcək, buna riayət eləməlisən kimi söhbətlər olsa, o ailə... Üzr istəyirəm, dəlil əsas onu gətirirlər ki, yəni ki, Allah Quranda da buyurub ki, mən ixtiyar sahibiyəm, mən əmr sahibiyəm, sən mənə riayət eləməlisən və mən dediyim hər bir sözlə oturub durmalısan. Dəlil budur. Ancaq bundan başqa bir dəlil yoxdur. Bilirsiniz, bir söhbət var. Bəzilər deyir ki, Quranda Nisa surəsində də var ki, Ər-ricalu qavvamun alən-nisa. Kişilər qadınlar üzərində bir növ ki, qüvvət sahibidirlər. Amma bu o demək deyil ki, yəni onların himayəsindədir. Bəziləri deyir ki, qadının həyatı 3 mərhələdən keçir. İlk dövrü atasının himayəsi altında. Biz bilirik, ərə getmək məsələsində zətdə atanın vəkaləti, razılığı olmalıdır. Atanın himayəsi altındadır. İkinci dövrü ərin himayəsi altında. Üçüncü dövrü isə əksərən oğlun himayəsi altındadır. Qadının həyatı himayə altındadır. Bu o demək deyil ki, ona nəzarət edirlər ki, cızığından çıxsa birdən nəsə eləyək. Xeyr, bu o deməkdir ki, Allah Taala qadını bu mərəkələrdə görmək istəmir. Bir qadın dursun, getsin uşaqlar evinə. Olmazmı ki, həyat yoldaşı ilə getsin? Hələ həyat yoldaşı da bir növ müəyyən işlərini eləsin. Həyat yoldaşı ilə ikisi də əl-ələ versinlər, getsinlər uşaq evlərini ziyarət eləsinlər. Daha bundan da gözəl. Əgər də deməsin ki, yox, mən bunu sənə icazə vermirəm. Axı bunun sən özün tək bunu buraxmaq istəmirsənsə, ehtiyat edirsənsə ki, kimsə sataşar, kimsə hansısa bir söz deyər və yaxud da neysə oğrayarlar, bu cəmaatın içərisində buraxmırlar. Çox gözəl. Ancaq özün də onun arzularını həyata yetir. Məscidə getmək istəyirsə, sən onu məscidə qoymamaq əvəzinəsə, özün qoşul get oyna, dua məclislərində iştirak etsin, ziyarətlərə apar və yaxud da dərsə özün apar ki, Quran dərsi öyrənsin və yaxud da başqa. Bu cür yollarla insan neysə eləyə bilər. Həm həvəsi artar, həm savabı çox olar. Yoxsa özün qoyma. Qoymamağın əlavə heç özün də ona dəstək göstərmə. Axırda bir dəfə, 2 dəfə, 3 dəfə, 5-cidə sözün də tapdalanacaq, sənin də sayılmayacaqsan, gedəcəksən. Ona görə qadın diqqət xoşlayan varlıqdır. Onu diqqətdən kənar qoymaq təhlükədir. Ona görə kişi çalışmalıdır ki, dəlili də yoxdur ki, yox, mən istəmirəm sən uşaq evlərinə gedəsən. Bir gün vaxt ayırsın, desin ki, həyatım məsəl üçün, əzizim, gəl qoşulaq bizdə bir yerdə gedək, filan qədər paltar var, yemək var, gedək bunu verək. Bundan gözəl bir şey var. İkisinə də savab yazılsın inşallah. Təşəkkür edirik Fərid bəy və Rəşad bəy, sizi də salamlayırıq və sizə şeiriyyatla bağlı ünvanlanan sualları istərdik siz cavablandırasınız. Və belə bir sual ünvanlanır ki, şeir yazarkən, dini şeirlərdən yəni söhbət gedir ki, dini şeirlər yazarkən bəzi fəlsəfi fikirlərdən istifadə edərkən nəyə diqqət etmək lazımdır? Sözsüz burada misal kimi bir Əhl-i şairinin qəzəlindən misal çəkmişdilər ki, orada qəzəldə belə bir beyt vardı ki, dərvazə deyil təkcə o elmin şəhəri üçün. Əlisiz qalar Allah, əli ölsə, əli olmaz. Bu barədə. Bismillahirrahmanirrahim. Mən tamaşaçıları salamlayıram və Zuhur TV-nin bütün kollektivinə bizi dəvət etdiyinizə görə özlərinin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Suala keçid alıb, belə məsələn, fikrimi bildirmək istərdim ki, şeiriyyatın ən, belə deyək, önəmli bir yeri, böyük bir hissəsini hələ fəlsəfə təşkil edir. Yəni, fəlsəfi fikirlər çox gözəldir, şeiriyyatda olsun. Fəqət təhriflər və çox qabartmalar olmamaq şərti ilə. Orada qardaşımızın şeirin vurğuladığın əlsiz qalar Allah, əli ölsə, əli olmaz. Əli olmaz. Gözəl fikirdir. Orada yəqin ki, o qardaşımız indi o şeiri nəzmə çəkəndə Yədullah, yəni Əleyhisselamın
ləqəblərindən biridir Yədullah. Ora vurğulayıb. Yaxşı olar ki, indi mən də o şeiri tam tərtibatı ilə bilmirəm. Onun ardında necə açıqlama verir, yoxsa yox. Yəni, bu cür fikirlər var. Məsələn, bir şeir var idi bizdə ki, həm natiq-i Qur'andır o, həm aşiq-i Subhan, həm sail-i sultandır o, həm çeşme-i ehsan. Çün qəlbimizin zikri də Mövlamız Əlidir. Kim sorsa Əli kimdir? De Allahın Əlidir. Burada da Yadullah'a vurulur. Amma görürsünüz ki, məsələn, açıqlamalarla, yəni niyə, necə gətirirsən onun bir neçə ləqəblərini. Görürsünüz ki, orada ləqəblər, yəni açıqlamalar verir ki, Əl-İslamın ləqəblərindən orada istifadə olunur və orada nəzmdə, məsələn, qəzəldə belə edir ki, kim sorsa Əli kimdir? De Allahın Əlidir. Bu da həmən o Yədullah ləqəbinə, məsələsinə işarə verir. Amma görürsünüz ki, bəzi hallarda şairdir, belə bir şey var ki, məsələn, təbdir, ilhamdır gəlir, görürsən, yazılır. Şəxsən belə bir şairdə, məsələn, mən özümü də tövsiyə edirəm, şair qardaşlarımızı da tövsiyə edirəm. Şeiriyyatda bir neçə yanaşmalar var. Əvvəla şeiriyyatda bilirlər, çox dərinliyə getmək istəyirəm, onun öz məsələləri var. Şeiriyyat, məsələn, orada necə olmalıdır? Tərtibatı, yəni qafiyədir, axıcılıqdır, bunlar fikir verməlidir, bunlar öz yerində, hecazdır. Bir də tənqidi yanaşma var şeirə. Şeiri yazarsan, məsələn, təbdi gəldi, yazdın 10 dənə, 12 dənə beyt yazdın, onu qoyursan qabağıva şeiri, bir tamaşaçı kimi, söz alan kimi, müştəri kimi o şeirə baxırsan. Tənqidi yanaşmadan və digər bir yanaşmalardan necə yəni? Kim sorsa Əli kim dedi, Allahın Əlidir. Əlsiz qalar Allah, Əli ölsə Əli olmaz. Bunu həmən özünü qoyursan o söz alanın, o müştərinin, o xiridarın yerinə, o dinləyici yerinə, bunu ona başa salmaq istəyirsən. Sən gərək öz şeiri özünü başa saladın, birinci. Sözsüz bir iki oxucu kimi. Bəli. Göz ki, yazırlar cənnətdən, cəhənnəmdən, hansı bir, məsələn, dini qəzəli yazırlar. Belə bir surətdə, belə bir şəkildə yazırlar ki, həm, məsələn, onu bir məclislərdə, bir tədbirlərdə deyəndə tamaşaçıları yorur, görürsünüz ki, dinləmirlər. Yorulur, tamaşaçı yorulur. Sadəcə olaraq burada söhbət ondan gedir ki, o cənnətdən də, cəhənnəmdən də yazanda belə bir şəkildə, belə bir formada o dinləyiciyə çatdırılır onu ki, məsələn, Abbasqulu Ağa Bakıxanov olub səhv eləmirəmsə, onun bir qəzəli var, deyir ki, Cahid məni aldadma, cəhənnəmdə od olmaz. Onlar ki yanarlar, odu buradan aparırlar. Gördünüz o cəhənnəmin bütün belə deyək də mənzərəsini, bütün o səhnəni necə canlandırdı 2 dənə cümlə ilə. Bu yöndəmdə olsa, məsələn, təhriflərə yol verilməməlidir. Fəlsəfi fikirlər yenə deyirəm, çoxdur. Fəlsəfi, yəni böyük rol oynayır şeiriyyatda. Amma sadəcə olaraq hər şeyin bir səddi var, hər şeyin bir norması var. Onu aşmamaq, keçməmək şərti ilə. Belə desək ki, yəni dinləyicinin düşüncəsi çərçivəsində. Yəni onun düşüncəsi əgər bunu bugün qavraya biləcəksə, onu yazmaq lazımdır. Yox, qavraya bilməyəcəksə. İndi müasirlikdir. Göz ki, biz qəzəl janrı belədir ki, ərəb fars əlifbasına müraciət eləməsən, demirəm mümkün deyil, xeyr. Demirəm mümkün deyil, alınmaz. Sadəcə olaraq orada şirinlik olmaz, çətinlik olar. Və elə bu sualın bir ardı kimi, belə deyək ki, bizim ədəbiyyat şair, yəni tanınmış bir şairin bir şeirindən bir bəndə sizin fikrinizi bilmək istərdilər ki, o Allaha ithaf olunmuş bir şeirdir ki, Allaha ünvanlanmış bir sözlərdir. İlahi, səndən də sındı ürəyim, məni incidənin yekəsi sənsən. Dünyanın ən uzaq, ələ gəlməyən, boğazdan keçməyən tikəsi sənsən. Və onun ardında da belə bir ifadə işlədib ki, mən sənin sirrini aça bilərdim, sadəcə açmıram. Susub gedirəm. Və bu kimi fikirlərə necə? Yəni, o şairdir, bayağı vurğuladısın, tanınmış şairdirsən. Yəni, mənim zənnimcə, mənim fikrimcə,
Yəni indi tamaşaçılarımız da yəqin şairlər baxırlar, dinləyirlər, yəni mənimlə razılaşırlar. Düzdür, o yəqin ki, orada bu fikri çatdırmaq istəyib ki, yəni incidəni yekəsən, yəni ki, sınağa insanı Allah çəkir, Allah imtahan eləyir. Yəni Allahın etdiyi imtahan kimi, etdiyi sınaq kimi və yaxud Allahın o insana bir bəndiyə verdiyi bəla kimi heç bir insan onu nə sınağa çəkə bilər, nə imtahanı çəkə bilər, nə də o cür bəlanı verə bilər. Yəni bu yönləmlə yəqin öz incilliyini bildirir. Və bir insan ki, onu bir ağır bir məsələ ilə belə deyək, sınağa imtahanı çəkərsə, nəsə bir şey olur, ona öz sözünü deyə bilər, lakin o Allaha deyə bilməz o sözü. Yəqin o nöqteyi nəzərdən bunu vurulur, amma bu indi yenə deyirəm, mənlə hamımız razılaşarız, ilahiyyatçı qardaşımız da burada iştirak eləyir. Yəqin o da mənim sözümə bəraət qazandırar, siz də bəraət qazandırarsınız. Bu fikir səhv fikirdir. Yəni bu yönləmdə yanaşmaq olmaz. Sən kimdən yazırsan, birinci onu oturub düşünməlisən, sən Allahdan yazırsan. Allahı məth eləyirsən, vəsf eləyirsən. Birincisi heç, yəni üzr istəyirəm, Əhl-i Beyt şairi adı qoymuş bizə, yenə deyirəm, keçən verilişdə də vurğulamışdım. Çox böyük məsuliyyətli bir addır. Yəni o adın daşıyıcısı olmaq üçün gərək o ada layiq olasan. Yəni bu təqdimat da deyilir. Amma bəndənin nə ixtiyarı var? Birinci Allahın məth eləsin. Yəni ixtiyar deyəndə ki, yəni ləyaqətdən gedir söhbət. Yəni mənim nə ləyaqətim var? Heç mənim yazırıq, düzdür, indi öz eşqimizdən yazırıq hansısa bir məsuma. O yönləmlə, o prizmi ilə yanaşma tamam səhvdir. Yəni indi budur, bizim fikrimiz budur. Və olmaz belə bir şey. Əminə Muxtarova adlı bir tamaşaçımızdan belə bir sual var ki, dini şeir yazan şair dünyavi şeirlər yaza bilərmi? Bəli, yaza bilər. O, heç bir işğalı yoxdur. Və növbəti sual Fərd bəy, Arif Əbuzərov adlı tamaşaçımızdandır ki, dini toyda bildiyimiz kimi, yəni xanım məclisi ayrı, kişi məclisi ayrı olur və o özü şahid olub və ona görə bu sualı ünvanlayıb ki, dini toyda bəyin gəlin oran hissəyə girməsi və hətta orada şəkil çəkdirməsi şəri cəhətdən necə? Bizə adət ənənələr kimi bir hal olub ki, oğlan qızı gətirir, qoyur toya, yəni belə qız özü gəlmir. Oğlan gəlir, oturur, o da 3 dəqiqə, 5 dəqiqə oturur, kimsə nə anası, qaynanası və yaxud da belə şəkil çəkdirirlər, eləyirlər, çıxıb gedir. İndi bu bir məcburiyyət qarşısında da gəlib çıxır ki, qohum əqrabalar gəlirlər, otururlar, çəkirlər. İndi ondan sonra da bəziləri qadınlar var ki, və yaxud da qadınların ərləri var ki, razı olmurlar, deyirlər ki, sənin şəklin başqa əllərə düşməsin, olmasın. Yəni bu çox bir həssas bir mövzudur. Yəni mümkün olduğu təqdirdə, məsəl üçün gedirlər, oğlanla və qız toy vaxtlarında gedirlər, fərdi fotosesiya keçirdirlər. Bir foto yerində və yaxud da bir kimdirsə çəkir şəkillərin gəlinliyi paltarında, əgər bacarırlarsa belə bir şey eləsinlər. Bu daha məqsədə uyğundur. Yox, biri görsən qohum əqrabalar istəyir, bu cür eləyir. Yəni xüsusi bir çərçivəni gözləsinlər. Bu toy məsələsi o qədər geniş bir məsələdir ki, qızlı oğlanlı hamı əziyyət çəkir bəziləri bu məsələdən. Biri deyir valideynin belə elədi, biri deyir ki, belə keçirdi, elə keçirdi, narazılıqlardır. Mən yəni bu məsələyə tam da dolğun girə bilmirəm ki, girsəm ancaq gəlib toy mövzusundan danışım. Ona görə yəni inşallah bir zaman gələr, Allah qoysa bu məsələni, toy məsələsini çeyləyərik. İnşallah. Minnətdarıq və Rəşad bəy, istərdik bizim Rafiq Baxışov adlı bir tamaşaçımızdan çox maraqlı bir sual gəlib ki, keçən verilişlə əlaqədar ki, meyxananı, yəni o nəzərdə belə vurğulanmışdı ki, ürfün nəzərində ümumiyyətlə meyxana pis səslənir. Bunu dinin bir qolu kimi, təbliğ vasitəsi kimi yaratmaq, qurmaq olarmı? Meyxana deyəndə adamın fikrinə bir şey gəlir. Meyxana. Meyxananı dinin qolu kimi və dinin qoludur və yaxud dini meyxana kimi səsləndirmək, bu adla çıxartmaq olmaz, qardaşım. Yəni, biz necədir, getirirlər ki,
Görürsünüz ki, əbcəd üsulu ilə olan bir şey. Bəli, ola bilər əbcəd üsulu ilə mey sözü 14 mənasını versin, xana da xanadır. Bu sözdür mənim qardaşım. Belə deyərdik ki, o dini meyxana yox, onu məddah və məthiyyə. Məddahdır, məth elədir. Yəni, məth eləmək, məth eləyən, məthiyyə anlamında gedirdi. Qardaşımız da buradadır. Yəni, məthiyyə kimi belə ad versə, yaxşı olar. Məsələn, bizdə bu məsələ barəsində bir söhbətlər var, yəni bu fikirlər var. Hələ yeri gəlmişkən onu da deyim. Yəni, bu barədə işlər gedir, inşallah məthiyyə, yəni belə bir meyxananın, belə bir meyxana yox, belə deyək. Bədahədən söz deyilir. Onu, yəni, məthiyyə kimi belə bir qolunu çıxartmaq olar, bəli. Əgər indi o kəslər ki, istəyir, öz ziyafətlərində, tədbirlərində, şənliklərində belə bir musiqili bir şey olsun, məthiyyə kimi bu yönləmlə çıxıb orada çıxış edin olar. Yəni, sırf dinin bir qolu kimi. Sırf dinin bir qolu kimi məthiyyəni salmaq olar. Və indi burada bir fikir də çıxır ki, xeyr, nə oldu, bu dərvişlərdən gəlib, dərvişlərin vaxtında, məsələn, meyxanələr olmayıb ki, dərvişlər küçələrə düşüblər, deyiblər də, meyxana deyiblər. İndi bu sualın belə bir cavabı çıxır ortada ki, məsələn, belə baxaq. Dərvişlər düşüblər çöllərə, başlayıblar meyxana demək. Birinci, dərvişlər nədən yararır, niyə görə çöllərə düşüblər? Dərvişlər tərki dünya olurlar. Yəni, dünyanı tərk edirlər. Niyə? Çünki dünyanı sevmirlər, dünya pərəst deyirlər onlar. Keçiblər, düşüblər çöllərə, meyxana deyirlər. İndi biz onların dediyi meyxanaya baxaq görək. Bu meyxanadır, yoxsa ki, məthiyyədir. Ey özündən, məsələn, belə deyək də, hamın elə görüb, baxıb bilib Nəsiminin, məsələn, kinosunda. Orada belə bir söz var. Bu tarixdir, bu indi orada əlavələr deyir ki, tarix necədir, onun dərəncini yazıblar. Orada da bəli, Nəsiminin qəzəllərindən, Nəsimin şüarlarını istifadə ediblər. Orada nə gedir? Ey özündən bixəbər, qafil oyan, haqqa gəl, haqq deyil, batil oyan. Bu meyxanadır, məthiyyədir. Sözsüz mətiyyət. Bu mətiyyədir. Və yaxud hansısa bir dini, onların dedikləri dini bir şeylər olub. Yəni cahillərə, qafillərə, yəni dedikləri haqqa dəvət olub. Bunlar məddah olublar. Biz elə bunun tarixini gedib çıxsaq ki, deyirlər dərvişlərdən gəlib. Baxaq, yaxşı qardaşım, mən səndən razı, dərvişlərdən gəlib. Amma necə gəlib? Bunlar məddah olublar, dedikləri də məthiyyə olub. Meyxana kimi yox, məthiyyə kimi dinin bir qolu çıxartmaq olar bunu. Bu adından, yəni çıxartmaq olar. Çünki alınmır, biraz yenə deyirəm, meyxananın deyilişi, adı özü bir balaca, görürsünüz ki, düzdür, janrdadır, yəni ki, incəsənətin mədəniyyətindəndir, incəsənətin bir qoludur, janrdır. Şeiriyyatdır, yəni çox külliyyatı var meyxananın özlüyündə. Amma dini yöndəmdə onun istifadəsi, yəni işğalı var, alınmır. Necə bu günləri biz durub görürüz ki, yəni bu hələ deyilişdə də Xanım Zəhradan meyxana dedilər. Xanım Zeynəbdən bir gözəl meyxana dedilər. Nəzi bunlar? Sən kimdən meyxana deyirsən? Deyilişi biraz çox sərt çıxır. Deyilişi, yəni lap belə indi kökünə gedib çıxmaq istəmirik, yenə deyirik. Yəni biz hamımız hələ bu qardaşlarımla, yəni özümlə cəmləyirəm, bu sənətin, elə belə deyək, bu şeiriyyətin, bu sənətin daşıyıcıları yox. Amma deyilişdə alınmır. Xanım Zəhradan durub meyxana demək, Xanım Zeynəbdən meyxana demək. İmam Hüseyin əleyhissalamla meyxana gedir, ritm gedir, əməlli başlı ritm burulub, çox belə deyək, şiddətli bir ritmdir. Orada nədən gedir söhbət? Hüseyni alqan elədi, şümür gəldi, meydan elədi, Hüseyni alqan elədi, Hüseyin öz eşqini elan elədi. Sən bunun ritminə fikir ver, sən bunun deyiliş qaydı və bunun məkanına bax. Harada durub İmam Hüseyni təbliğ eləyir bu. Olmaz qardaşım. Yəni məthiyyə kimi onun adını çıxarmaq olar. Meyxana kimi, dini meyxana, belə deyək, belə bir prizma, belə bir yanaşma mənim fikrim, mənim zənnimcə yoxdur. Düzgün də deyil, yəni deyirlər düzgün deyil. Minnətdarıq və bir daha vurğulamaq istərdim ki, bugünkü suallarımızı cavablandırmaq üçün qonaqlarımız dinşünas və araşdırmacı Fərid Abdullah və Əhlibeyt şairi Rəşad Nur qardaşımız idi.
Və sonda isə bir daha bu sözləri vurğulamaq istərdim ki, yaşadığımız dövrdə aldığımız hər nəfəsə diqqət edək ki, qoy Allahın nəzarəti daima bizim üzərimizdə olsun. Sağ olun və gələn verilişlərə qədər.